Gülərüz Bakılı oğlan, Parniz Bakunun parlayan ulduzu, məhəlləmizin elişi, şən və hazır cavab Cabir İmanov. Qəribədir, onun 49 yaşı olsa da ağlımızda həmişə gənc kimi qalıb. Sanki hamımızla eyni məhəllədə böyüyüb, eyni sinifdə oxuyub və eyni zarafatları edib. Cabir İmanov həm atamızın gəncliyi idi, həm də bizim. Onu cana yaxın bilməyimizin səbəbi də elə budur. O, bugün də ona doğma olan yerdə idi, səhnədə. Amma bu dəfə onu görməyə gələnlər ürəkdən gülmürdü, ürəkdən ağlayırdı. Çünki ötən gün qəfil ürək tutmasından vəfat edən aktyorla bugün vida mərasiminə toplaşmışdılar. Aktyorun yaxınları, sənət adamları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, bir sözlə onu tanıyan hamı vida etmək üçün orada idi. Simalarında donuq bir kədər, hüzün və göz yaşı ilə. Uşaqlıq dostum desəm yanılmaram. Həqiqətən uşaqlıq dostum. Bilmirəm, indi bunu bəlkə geniş ictimaiyyət bilməm, biz Cabirlə eyni vaxtda başladıq. Hər bir şey, həm KVN-ə, həm televiziya. Mən hansı bağlılıq haqqında deyim, hansı yoxluq haqqında deyim, mən çox pis zərbə aldım həyatdan. Ədalətlidirmi həyat? Bundan sonra sual var məndə. Sən başa düşəndə ki, nəinki təkrar olunmaz, əvəz olunmaz insan itirdin. Bax, bu adamı lap içərdən sarsıdır. Cabir çox vətənpərvər insan idi. Çox dostpərvər insan idi, çox insanpərvər insan idi. Onun 4 övladının heç biri üçün nə qədər onu istəyən əmiləri olsa belə heç vaxt Cabiri, atasını heç vaxt əvəz edə bilməz. Amma biz birləşib çalışacağıq bir Cabir olaq. Hamımız birləşib bir Cabir olmağa çalışacağıq. Bugün çox ağır bir gündür hamımız üçün. Çünki o doğrudan da sevilən idi, o doğrudan da mehriban idi, çox mülayim idi, heç kimin konflikti olmayan. Kim onu tanıyırdı, təsdiqləyə bilər ki, Cabir belə idi. Əlbəttə ki, o həmişə bizim yaddaşımızda qalacaq, o səhnələrdə qalacaq, o filmlərdə qalacaq ki, hamımız biz ona baxanda həmişə gülərüzlə, həmişə xoş xatirələrlə biz onu yada salacağıq. Birlikdə çalışdığı hər kəs onun haqqında ancaq müsbət fikirlər səsləndirirdi. Məni bu kollektivə gətirən Elçin Həmidov olub. Amma bugün o da yoxdur, Məzi də yoxdur. Eliş də getdi Məzinin yanına. Ailəsinə, bütün xalqımıza başsağlığı deyirəm. Allah səbir versin. İncə sənət çinarından gənc bir yarpağımız qırıldı, düşdü. Sözlər hiss edilənlər qarşısında aciz idi. Heç inanmağım da gəlmir. Bu faciədir vallahi. Allah rəhmət eləsin, başımız sağ olsun. Çox təəssüf edirəm. Bax. Allah rəhmət eləsin. O xalqın məhəbbətini qazanmışdı, insanların məhəbbətini qazanmışdı. Hər sənətkara elə xoşbəxtlik nəsib olmur. Cabir İmanov kimi insanlar eldən köçür. Bir var evdən köçən insanlar, bir də var eldən. O insanların, millətimizin ən çox sevdiyi şəxslərdən biri idi. Vida mərasimindən sonra əməkdar artist son dəfə alqışlanaraq son mənzilə yola salındı. Bu səhnəni görəndə beynimdə ancaq bu sual dövr edirdi. Bəs deyirdilər, yumor ömrü uzadır. Əlvida sənətkar, əlvida iliş, əlvida uşaqlığımız, əlvida ürəkdən güldürən, ürəkdən ölən Cabir İmanov. Şəbnəm Qurbansoy, Aydın Bayramov, Vüsal Hüseynov, Zeynal Məmmədli, Mərdan Məmmədov, Xəzər xəbər.